Salam, hörmətli müəllimlər. Bildiyiniz kimi 18 iyul tarixdə MİQ müsabiqəsinin ilk mərhələsi olacaq və biz MİQ-ə hazırlaşan müəllimlərə kömək məqsədi ilə bir neçə gün ərzində MİQ rubrikası açırıq və həmin rubrikada bizim model testlər kitabından MİQ-ə hazırlaşan müəllimlər üçün yazdığımız bu kitabın müxtəlif bölmələrindən müəllimlərə kömək məqsədi ilə məsələlərin həllini sizə təqdim edəcəyik. Həm kitabla tanış olun, həm bu kitabı əldə edin, həm də ki, müsabiqəyə aid olan sualların həlli ilə tanış olun. Deməli, fx funksiyası hissə-hissə verilən funksiyadır. X y-dən kiçik olanda bu düsturla, y-dən böyük bərabər olduqda bu düsturla verilir. Gördüyünüz kimi burada A və B parametrləri iştirak edir və məlumdur ki, funksiyanın bir nöqtəsində törəməsi var. Yəni, sonlu törəmə var, f'1 var və bu deməkdir ki, törəmə sonludur, təbii ki, törəmənin tərifinə görə və tələb olunur ki, AB hasilini tapaq. Hər birimiz bilirik ki, funksiyanın nöqtədə törəməsi varsa, bu deməkdir ki, həmin nöqtədə funksiya kəsilməzdir. Bu bir. İkinci, əgər sonlu törəmə varsa nöqtədə, bu deməkdir ki, sol törəmə sağ törəməyə bərabərdir. Biz bu iki faktdan istifadə edib A və B arasında münasibət tapacaq və oradan da AB hasili tapılacaq. İndi birinci baxaq. 1. Fx x bərabərdir bir nöqtəsində kəsilməzdir. Bəs nə deməkdir kəsilməzdir? Bu deməkdir ki, funksiyanın bir nöqtəsində qiyməti, funksiyanın bir nöqtəsində sağ limiti və funksiyanın bir nöqtəsində sol limiti bir-birinə bərabərdir. Bax, bu funksiyanın x bərabərdir bir nöqtəsində kəsilməzliyi deməkdir. Bir nöqtəsində qiymət bu düsturdan tapılır, x-in yerində 1 yazsanız b plus 4 olacaq. Bir nöqtəsində sağ limiti hesablamaq üçün fx-in yerinə bx plus 4 yazırıq. Çünki x 1-ə sağdan yaxınlaşır, o demək ki, x y-dən böyükdür. Bu halda funksiya bx plus 4 düsturu ilə tapılır. Onda yazıram, x yaxınlaşır 1-ə sağdan bx plus 4 və bu aydındır ki, bu limit elə x 1-ə yaxınlaşdığına görə bx plus 4-ə bərabərdir. Bu, hər kəsin başa düşdüyü bir şeydir. Onda bu limitin də yerinə yazıram b plus 4. Deməli, burada oldu b plus 4. Nəhayət, x 1-ə soldan yaxınlaşır, o demək ki, x y-dən kiçikdir. Bu halda funksiya bu düsturla ifadə olunur. Ona görə mən buraya yaza bilərəm ax kvadrat plus 2 və bu limiti də hesaplasanız, x 1-ə soldan yaxınlaşanda ax kvadrat plus x funksiyasının limiti a plus 1-ə bərabərdir. Və beləliklə, birinci münasibətdən aldıq ki, b plus 4 bərabərdir a plus 1. Bunu pozdum. Deməli, funksiyanın bir nöqtəsində törəməsi varsa, bu demək ki, funksiya kəsilməzdir və buradan aldıq ki, b plus 4 bərabərdir a plus 1. Belə, funksiyanın bir nöqtəsindəki qiymətidir. Xatırlayaq ki, bu bir daha f1-dir. f1 bərabərdir, həm də a plus 1 deməkdir. İkinci, əgər funksiyanın bir nöqtəsində törəməsi varsa, bu demək ki, həmin nöqtədə birdə sol törəmə, sağ törəmə bir-birinə bərabərdir. Sağ törəmə və sol törəmə ikisi də bir-birinə bərabərdir. Gəlin sağ törəməni tapaq. f'1 plus yazıram sağ törəməyə. Bu bərabərdir. Limit törəmənin tərifini yazıram sadəcə. Delta x sağ törəmənin tərifini yazıram. Delta x sıfıra sağdan yaxınlaşır. Burada yazıram f1 plus delta x minus f1. Aydındır ki, 1 plus delta x sıfırdan böyükdür deyə x, y, 1 plus x, y-dən böyükdür, bx plus 4 yazacağım. Onda burada alıram limit, delta x yaxınlaşır sıfıra sağdan. Burada olur, b vurulsun 1 plus delta x, bu düsturu yazıram, plus 4, minus f1. f1'ə də yazıram b plus 4 möhtərizələr, b plus 4. Möhtərizələri açıb islah edəsək, b-lər və 4-lər islah olur. B delta x bölünsün delta x qalır və alırıq ki, limit delta x yaxınlaşır sıfıra sağdan. B vurulsun delta x bölünsün delta x. Delta x-lər də islah olunur və sabitin limiti özüdür. Deməli, biz aldıq ki, sağ törəmə, yəni f'1 plus bərabərdir b-yə. İndi qaldı sol törəməni hesablayaq. Bir nöqtəsində sol törəmə. Bu dəfə bir nöqtəsində sol törəməni hesablayarkən buraya yazıram delta x sıfıra yaxınlaşır soldan 1 plus delta x artıq burada dəyişiklik baş verəcək. Nəyə görə? Çünki delta x sıfıra soldan yaxınlaşdığına görə 1 plus delta x mənfidir, 1 plus delta x y-dən kiçikdir. F bu düsturla ifadə olunur. Onda alarıq ki, buradan bərabərdir limit delta x yaxınlaşır sıfıra soldan. Mən bunu daha asan yolunu da deyəcəm sizə, amma bu mütləq bilinməlidir. 1 plus delta x y-dən kiçikdir deyə olur a vurulsun
1 plus delta x'in kvadratı plus x'in yerine yazırıq 1 plus delta x gördüyünüz kimi. Bunu mötərizə alın edə bilərəm. Əlbəttə, çıxaq f1. f1 dedi indicə həm b plus 4-ə bərabərdir, b plus 4 isə a plus 1-ə bərabərdir. Və buna mən yazıram a plus 1. Bu da bərabərdir limit. Delta x yaxınlaşır sıfıra soldan. Burada delta x. Mötərizələri açsaq, a vuraq 1-in kvadratı, a-lar islah olunur. 1 ilə 1 islah olunur. Burada qalır 2a vurulsun delta x plus delta x yazıram. Yanaşı plus a vurulsun delta x'in kvadratı. Əgər siz delta x'i a-lar və vahidlər islah olundu, əgər siz delta x'i mötərizə xaricinə çıxarıb, yəni islah etsək məxrəzlə və limiti hesablasaq, baxın delta x'i çıxarsaq yuxarıda mötərizə xaricinə, burada qalacaq 2a plus 1 plus a vurulsun delta x. Və delta x'lər islah olunur. Mötərizədəki ifadənin limiti isə 2a plus 1-ə bərabərdir. Bu deməkdir ki, bir nöqtəsində sol törəmə, yəni bir nöqtəsində f'1 mənfi bərabərdir 2a plus 1-ə. Və beləliklə, bir nöqtəsində törəmə varsa, sağ və sol törəmələr bir-birinə bərabərdir və beləliklə ikinci münasibət alındı. A və B arasında aldıq ki, əvvəlcə almışdıq ki, B plus 4 bərabərdir A plus 1. Əvvəlcə mən bunları silib, yaxşısı budur. Bunlar artıq bizə lazım olmayacaq. Beləliklə, biz aldıq ki, A və B arasında belə bir münasibət var. Kəsilməzliyə görə B plus 4 bərabərdir A plus 1 və törəmənin varlığına görə sol törəmə sağ törəməyə bərabərdir. B bərabərdir 2A plus 1. Bu sistemdən tərəf-tərəfə çıxmaqla, buradan bunu çıxsaq, yəni aşağıdakılardan yuxarıdakılara tərəf-tərəfə çıxsaq, A bərabərdir mənfi 4 alırıq. Deməli, A bərabərdir mənfi 4. A-nın mənfi 4 qiymətini burada yerinə yazsaq, B bərabərdir mənfi 7. Və bizdən də səhv etmirəmsə, AB hasilini soruşurlar 28. İmtahan üçün sizə nəyi məsləhət bilmək istəyərdim, hörmətli müəllimlər? Hər funksiyada belə olmur, əlbəttə, amma burada olur. Bu, çoxhərli funksiyalarda bu bilirsiniz də nədir? Xətti funksiya və kvadratik funksiya. Hər ikisi çoxhərli funksiyadır. Necə deyərlər, onların bir-birinə calaq olunmasından alınan funksiyanın calaq yerində törəməsinin varlığını təmin edirik. Deməli, A bərabər oldu 28-ə bizim halda. Bütün funksiyalara aid deyil, amma burada kəsilməzliyə görə siz dərhal x bərabərdir 1 nöqtəsində kəsilməzlik var deyə sol limiti imtahan üçün deyirəm. A plus 1-ə bərabər olduğunu buradan təsdiq edə bilirsiniz. Sağ limit B plus 4-ə bərabərdir, buradan tapa bilirsiniz. Sonra siz bu funksiyanın törəməsini tapırsınız. Verir 2ax plus 1, x vahiddən kiçik olanda sağda törəmə 2ax plus deməli 1 olur. Bu funksiyanın törəməsi, bunun törəməsi olur B və x bərabərdir 1 nöqtəsində törəmə var. Bunlar elə funksiyalardır ki, törəmənin bir nöqtəsindəki sol və sağ limitləri həmişə bərabər olur. Sənən x-i 1-ə yaxınlaşdıranda burada alırsınız 2a plus 1, burada da x-i 1-ə yaxınlaşdıranda yenə alırsınız B. Belə yazmaqla imtahanda bu suala daha tez cavab vermək olar. Sağ olun, sizə uğurlar arzulayıram.